üns nədir? Üns. Dedik axı ki, insanı qurba yaxınlaşdıran amil ünsdür. Nədir üns? Ünsün mənası budur ki, insan qorxusuz, səmimi, sevgi və rahatlıqla bir kəslə söhbət eləsin, danışsın. Onunla bir yerdə olsun, bahəm olsun. Amma nə qorxu olmasın, nə ümumiyyətlə səmimi olsun, ortada sevgi olsun və rahatlıq olsun. Bax buna üns deyirlər. İnsan Rəbbi ilə bu mərhələyə çatmalıdır. Əlbəttə ki, dediyim kimi bir qürbdən sonrakı üns var ki, o ariflər artıq o məqamda olurlar. Allahla həqiqətən bir yerdə olurlar. Bir də bizlərin indi özünü üns kimi aparmasını lazımdır. İndi biz bilirsiniz nə etməliyik? Biz özümüzü elə aparacaq ki, sanki Allahla bir yerdəyik. Onsuz da Allahla bir yerdəyik, amma onu görmürük. Görməsək də özümüzü belə aparacaq ki, bəli, biz onunla bahəmik. Biz onunla danışacaq. Onun bizi eşitdiyini başa düşmürük, amma bilək ki, eşidir. Çünki dini mətnlər, ağlımız, imanımız bunun hamısı bizə deyir. Axı mən istəyirəm ki, həqiqətən bilim. Bu mərhələ iləndir. Yaxşı belə əməlləri etsən, qəlbin mütləq onun həqiqətini də görəcək.